Xırdalan 25-ci məhəllə. Baxın, bütün suyun içindədir. Görün, ayağımda sapıq, su hardandır. Hələ bu, baxın, suyun içindədir. Dəhşətdir, dəhşət. Su az qalıb ki, sapoka çatsın. Nə baxan var, nə maraqlanan var. Həyətlər dolub suyla. Maraqlanan yox, baxan yox. Bu da İlham Əliyevin inkişafı. Utanmadan deputatımız Səyyad Aran deyir ki, siz də oxuyaydınız, ali təhsil alaydınız, əziyyət çəkəydiniz, nə bilim, işlədiyiniz idarədə, yerlərdə yaxşı təkliflər irəli sürəydiniz. Siz də 15.000, 17.000 maaş alaydınız. İndi mən Səyyad Arana sual verirəm. Bu da sizin verdiyiniz təkliflər, gördüyünüz işlər. Budur, hə? Başınıza dəysin, gözünüzə girsin. Millətə ələ salırlar. Mən səndən yaxşı təklif irəli sürmüşəm İlham Əliyevə. Sizin verdiyiniz təkliflər ancaq xalqı soymaq, talamaq, cərimələri artırmaq, vergiləri artırmaqdır. Mən sən təklif irəli sürmüşəm, bu ikinci dəfədir. Səyyad Aran, təklif irəli sürmüşəm ki, İlham Əliyev bax, belə havadan da biznes qura bilər özünə. Bax, lotka buraxsın. Hər məhəlləyə 2 dənə, 3 dənə lotka buraxsın. Pul qazansın da, lotka ilə cəmaat heç olmasa o tərəfə keçə bilsin. Belə necə keçə bilək? Hə? Sizin gözünüzə girsin, utanmazlar, rəzillər, şərəfsizlər, yiyib palamazdan başqa heç nə bilmirsiniz. Yiyib o krislolarda yatırsınız, duranda da, aylanda da verdiyiniz təkliflər ancaq vergiləri qaldırmaq, cərimələri qaldırmaq. Milləti təzə hansı yolla soyasınız, ancaq onlardır. Bax, sizin verdiyiniz təkliflər budur. Baxın, baxın. Həyətlər dolub suyla. Bərbad vəziyyət, keçmək olmur. Buyurun. Baxın, baxın. Görün, nə boyda suyun içinə girirəm. Verdiyiniz təkliflər. Ölüblər, yoxdular. Bir maraqlanan yoxdur, baxan yoxdur. Bu suyu nasosla harasa boşaltsınlar, eləsinlər, təmizləsinlər, yoxdur. Ölüblər, qırılıblar. Yemək üçün, talamaq üçün elə yaxşıdırlar. Bir 5 köpük hansısa idarəyə, işığa, qaza, nə bilim, suya borcun olsun, 50 dəfə gəlib qapı döyərlər. Bələdiyyəyə borcun olsun, 50 dəfə sənə xəbərdarlıq eləyərlər. Yoxdular indi, birini də tapa bilmirsən. Boyunuzu yerə soxum. Boyunuzu yerə soxum. Küssüzün başınıza. Buyurun. Bu da həyət. Həyətin gününə baxın. Gir. Bədbəxt kasıb. Gəl yaşa indi. Gəl yaşa indi. Görün, su hardandır.